demək olmaz. Bəqiyə tanımıram. Çehrəm behrengidir. Biraz niyaran oldu. Niye yalan değil. Ağa Məmmədxani Qacar. Şəhid Bakeri, Samet Behrengi, شیخ محمد خیابانی، Abbas Mirzadi. Şəhriyar, Əllamə Cəfəri, کلونل پسیون. Bunun adı yadımdan çıxır. فقط ستارخانم باقرخان. او با پایین کشیدن پرچم‌های صلح از سردر منازل تبریز مردم را تحریک به آغاز یک جنگ تمام عیار نمود. این جنگ باعث به وجود آمدن تحریم‌های سنگین و کشته شدن تعداد زیادی از مردم شهر تبریز شد. فشار تحریم به حدی بود که در اثر کمیاب شدن نان، زنان شهر در کوچه و بازار او را مورد لعن، نفرین و فحاشی قرار می‌دادند. برخی از تاجران، روحانیون و سیاستمداران که او را مزاحمی برای منافع خود می‌دیدند، کافر و لامذهب خطابش می‌کردند. جالب است بدانیم که اگر او و یارانش این جنگ را به راه نمی‌انداختند، احتمالاً امروز آذربایجان جزئی از خاک روسیه محسوب می‌شد و مردمان تبریز، ارومیه و اردبیل به زبان روسی صحبت می‌کردند. به نظر شما او کیست؟ O nə vaxtın zaman söhbətini edirik. Ehtimalı Abbas Mirza bilmirəm. Səttarxan ya Baqirxan, dəqiq xatırlamıram. اولا ستارخان شادیم ولی برخی از تاجران روحانیون زنان لعن و نفرین fikir eləmirəm جنگ ستارخان روسیه. olar. Ağa Məmmədxani Qacar. Baba olmaz. Yox, Ağaməxan deyil. bu ستارخان da. Bəzisi xop muştaq dərdilərlər به خاطر بویی ki da əhəmiyyəti yoxdur işləri ki bəzi əşxas çoxlar. Mənim nəzərimə aslı millət edilir نبود به زبان مادری در مدارسimiz olan. Savannamız biraz tarixi kullan az fikir verirlər də. Xanvadənin ittilası olmasa bizə də bizim uşaqlarımız bilməyəcək ki. Dünyanın çün şəy soruşsaz ki, indi məsələn məruf adamları onlar çox der tanıyırlar ta milliləri. به هر حال o rəğbət ya o eştiyak yaranmayıbdı. Uşaqlar elə başları Instada live-lara baxmaqdır və bu cür şeylər. Ona görə əlaqə göstərmirlər. Səttarxan şayət savaddan təhsil bizim nəzərimizdə savadı şeydən azdır, təhsilatdan. Bəli, savad ictimaisi mənim nəzərimdə çox bizim təhsilkərdələrimizdən ki, iddialar var savadı, məsələn, siyasi, savadı, təhsilati filan, onlardan çox mənim nəzərimə qabaqdır.